Əməl insanın cənnətə daxil olması üçün səbəbdir. Və bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi var. Bizim Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Lən yudxilə əhədən əməluhu əl-cənnətə." Heç bir kimsəni əməli cənnətə daxil etməz. Hədisin mənası budur ki, heç bir kimsəni əməli cənnətə daxil etməz. Yəni qarşılıq olaraq cənnəti almaq, yəni müqabil olaraq cənnəti almaq. Yəni əməli ilə cənnəti qarşılıq olaraq ala bilməz. Əksinə, əməl cənnətə daxil olmaq üçün səbəblərdən bir səbəbdir. Yəni mütləq mənada insan əməli ilə cənnəti əldə edə bilməz. Fikir verin, insanın cənnətə daxil olması məhz aləmlərin Rəbbi olan Allahın mərhəməti sayəsindədir. Allah subhanahu və teala'nın rəhməti sayəsindədir. Sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmə qayıdıb deyirlər ki, ya Rasulallah, məyər sən də əməlinə görə sənin də əməlinin qarşılığı verilməyəcək? Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bəli, məni də əməlinə görə insan cənnəti əldə edə bilməyəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm cavabında nə deyir? Deyir ki, bəli, məni də, yəni əməlim daxil edə bilməz. Yalnız Allahın mənə mərhəmət göstərməsi və lütf etməsi istisnadır. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə nəyi qeyd etdi? Yalnız Allahın mənə lütf göstərməsi və mərhəmət etməsi istisnadır. Yəni Allah Taala'nın rəhməti və lütfü sayəsində insan cənnəti əldə edəcəkdir. Əməllər insanın cənnətə daxil olması üçün bir müqabil və ya bir əvəz deyil. Əksinə əməllər insanın cənnətə daxil olması üçün səbəbdir. Səbəblərdən bir səbəbdir. İnsan yalnız cənnətə necə daxil ola bilər? Ancaq Allahın mərhəməti və lütfü sayəsində.